Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri xəmiri pambıq kimi yumuşaq, ətri bütün evi bürüyəcək, bol kremli və çox ləzzətli, həm də mənim ən sevdiyim rəngdə sinabon bulkaları hazırlayırıq. Bir dərin qaba ilıq süd, şəkər tozu, instant maya, duz, yumurta və yumşaq kərə yağını əlavə edib qarışdırırıq. Ərzaqların tam miqdarını videonun açıqlamasında qeyd etmişəm. Unu da ələyərək hissə-hissə bura əlavə edirik və sonda da biraz qırmızı rəngdə qida boyası əlavə edib yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Xəmirin üzərini örtüb 1 saat isti bir yerdə mayalanmağa buraxırıq. O vaxta kimi də həm içliyi, həm də kremini hazırlayaq. İçlik üçün şəkər tozunu darçınla qarışdırırıq. Krem üçün isə krem pendirin üzərinə yumşaq kərə yağı və şəkər pudrası əlavə edib qarışdırırıq. Xəmirimiz artıq mayalanıb və xəmiri biraz yoğururuq ki, havası çıxsın, maya qoxusu gəlməsin. İndi isə xəmiri düzbucaqlı formada yayırıq. Məndə xəmirin uzunluğu 45, eni isə 35 santim alındı. Üzərinə əvvəlcə yumşaq kərə yağı çəkib, daha sonra darçınlı içliyi bura səpirik. Rulet formasında burub, kənarlarını da yaxşıca birləşdiririk. İndi isə xəmiri bərabər hissələrə kəsəcəyik. Mən 12 hissəyə kəsdim. Kəsimi bıçaqla yox, məhz sapla eləmək lazımdır ki, səliqəli alınsın. Yağlı kağız sərilmiş soba listinin üzərində də sinabonları 40 dəqiqə saxlayırıq və daha sonra əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20-25 dəqiqə ərzində bişiririk. Və budur dostlar, ev üsulu sinabonlarımız hazırdır. İnanılmaz dərəcədə yumuşaq və çox ətirli bir bulkalar alındı. Hələ ki sinabonlarımız istidir, üzərinə kremdən bol-bol çəkirik.
Bu bulkalar sadəcə dadı ilə deyil, teksturası və görüntüsü ilə də masanızın ulduzu olacaq. Hər bir qatı ayrılan kremi isə içinə hopmuş çox ləzzətli bir bulkalardır. Əgər resepti bəyəndinizsə, yaddaşa verməyi unutmayın ki, canınız şirniyyat istəyəndə bu video əlinizin altında olsun. Yeni reseptlərdə, yeni ləzzət macəralarında görüşənədək özünüzə yaxşı baxın, hələlik.